Salam, biz bugün 2-ci sinif riyaziyyat 2-ci hissə dərsliyindən səhifə 32 və 33-dəki tapşırıqları həll edəcəyik. Gəlin başlayaq. Bölmə. Deməli, keçək biz bölmə əməlində olan tapşırıqları həll etməyə. Bələdçi. Sətirlərin və sətirdəki əşyaların sayını tapmaq üçün bölmə əməlinə aid misallar yazın. Deməli, burada A variantında 20-ni 5'e bölürük 4. Daha sonra 20'ni 4'e bölürük 5. Çünkü her sütunda 1, 2, 3, 4. 4 tane armud var. Her sətirdə isə 1, 2, 3, 4, 5. 5 tane armud var. Ona göre 20'ni 5'e bölürük 4. Daha sonra 20'ni 4'e bölürük 5. B variantında çiyələklərin sayını bildik. 45. 45'i 9'a bölürük 5. Daha sonra 45'i 5'e bölürük 9. Müstəqil iş. Cavabı bölmə əməli ilə tapın. Uyğun misal yazın. A variantı. 10 konfeti hərəyə 2 ədəd olmaqla neçə uşağa paylamaq olar? Deməli 10'u 2'ye bölürük 5. B variantı. 15 fındığı 5 sincab arasında bərabər bölsək hər sincaba neçə fındıq düşər? 15'i 5'e bölürük 3. Misal 2. Təsvirlərdən istifadə etməklə bölmə əməlinə aid misallar yazın. Deməli, bu təsvirlərə uyğun misallarımız bu şəkildə olacaqdır. 6 bölü 3 bərabərdir 2. 6 bölünsün 2 bərabərdir 3. 12 bölü 3 edir 4. 12 bölü 4 edir 3. 10 bölü 5 bərabərdir 2. 10 bölü 2 bərabərdir 5. 50 bölü 10 bərabərdir 5. 50-ni 5'e böldükdə 10. 3 bölü 1 3. 3 bölünsün 3 bərabərdir 1. İstənilən ədədi özünə böldükdə 1 alınır. Və yaxud da istənilən ədədi 1'ə böldükdə ədədin özü alınır. 20 bölü 5 bərabərdir 4. 20'ni 4'ə böldükdə 5. 15 bölü 5 bərabərdir 3. 15 bölünsün 3 bərabərdir 5. 27 bölü 9 edir 3. 27'ni 3'ə böldükdə 9. Misal 3. Qisməti tapın. Gəlin biz burada 18'i 2'yə böldükdə 9. 8'i 4'ə böldükdə 2. 0'ı 2'yə böldükdə 0. 0 istənilən ədədə böldükdə 0'ın özü alınır. 24 bölü 4 6. 18 bölü 3 bərabərdə 6. 7 bölü 7 edir 1. Və geriyə qalan misallar isə bu şəkildə həll olunur. Məsələ həlli. Məsələ 4. Mağazada 18 kiloqram pomidor var idi. Bu pomidorları 2 yeşiyə kütləsinə görə bərabər yığdılar. Hər yeşikdə neçə kiloqram pomidor oldu? Gəlin məsələnin şərtini yazaq. Var idi 18 kiloqram, yığdılar 2 bərabər hissəyə, 2 bərabər yeşiyə, hər yeşikdə oldu sual işarəsi. Həlli 18'i 2'ye bölürük, edir 9. Cavab 9 kiloqram pomidor oldu. Məsələ 5. Anar qutuda olan eyni piramidaların cəmi 15 üzü olduğunu müəyyən etdi. Qutuda neçə piramida var idi? Deməli, biz bilirik ki, piramidanın 5 üzü var. Ona görə də 15'i 5'e bölürük, edir 3. Cavab 3 piramida. Qutuda 3 piramida var idi. Bugünkü tapşırıqlarımız bu qədər. Kanalımıza abunə olmağı və bəyənməyi unutmayın. Daha çox abunə olub bəyənsəz növbəti videolarımızdan da yararlana bilərsiniz.